Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Kanalıma, evimə xoş gəlmisiniz gözəl xanımlar. Videonun əvvəlindən də gördüyünüz kimi günayın ad günüdür. Üstünüzə sağlıq xanımlar, hələ tam yaxşı olmamışam. Bir də biraz işimdə sıxıntılarım var, problemim var. Onunla bağlı biraz özümü yaxşı hiss etmirəm. Təzyiqim falan yenmişdi. Heç inanın özümdə deyildim. Bunları bugün çəkmişəm xanımlar. Deməli, Günayla oğlum şəhərə getmişdim. Elə təzə gəliblər, mən çəkdiyim videoları montaj etmişdim, elə gəldilər, tortu kəsdilər, dedim, elə tez onda montaj elədim bunun arxasına, dedim, səsimi yazım, sizlərlə paylaşım. Oğlumla deməli, gəlim şəhərə getmişdilər, elə gün ortadan getmişdilər, Məlik'i də mən yatızdırdım. İkinci oğlum da evdəydi. Mən getdim. Heç Günayla oğlum, böyük oğlum bilmədilər mən getmişəm. Çünki çox, yəni özümü pis hiss edirdim. Təzyiqim çox yenmişdi. Yəni belə evdə də hazırlıq falan edə bilmədim. Hər il onsuz da onlar gedirlər şəhərə, amma mən də evdə hazırlıq edirəm. Bu il bütün planlarım, necə deyərlər, suya düşdü. Problemim var işimlə bağlı, YouTube'la bağlı problem. YouTube'un özündə heç bir problemim yoxdur. Sadəcə elə açıq deyim də sizə xanımlar. Deməli 4 aylıq maaşım deməli bizə Google AdSense-dən gəlir. YouTube'dakı gəlirimiz siz izlərkən mən söhbət edeyim. Xanımlar, bizim deməli gəlirimiz YouTube Google AdSense belə bilirəm də, mən şirkəti ilə əməkdaşlıq edir, belə deyək, partnyorluq edir. Bizim hər ay maaşımız 7-si 12-si arası Google AdSense hesabımıza köçürülür. Hər ayın 21-i də Google AdSense-dən bizə, hansı ölkədə yaşayırıq, o ölkəyə köçürülür. Təbii ki, bizim YouTube'da qazancımız çox olmadığı üçün mən 3-4 aydan bir götürürəm. Yəni orada əgər 100 dollardan aşağı olsa, yəni maaşımız gəlmir. 100 dolları keçdikdən sonra belə deyək də avtomatik gəlir. Ona görə də biz o maaşı qaldırırıq. Tutaq ki, mən 1000 dollara saxlayıram ki, 1000 dollar olanda mənim belə deyək də maaşımı göndərin. Misal üçün deyirəm sizə. Daha 100 dollar oldu, 200 dollar oldu, 300 dollar oldu, o gəlmir. Yəni özümüz limit elə qoyuruq ki, gəlməsin də. Deməli, mənim 4 aylıq maaşım yığılmışdı. Yanvar ayının deməli 21-də mənə mesaj gəldi ki, sizin pulunuzu göndərmişik. Mən yəni özüm yəni hesabımda nə qədər pul var idisə, pulumu yendirmişdim həmin hesaba. Tutaq ki, məsəl üçün 500 dollar var, misal üçün mənim hesabımda. Mən pulumu misal üçün 1000-2000 qoymuşamsa, yendirdim 500-ə ki, yəni pulum gəlsin. Deməli, yanvarın 21-i mənə mesaj gəldi ki, bəs pulunuzu göndərmişik. Xanımlar, bunları burada göstərirəm, Günaya almışam. Bunlar baxım məhsullarıdır. Üstünü görürsünüz, özünüz oxuyursunuz. Kremdir, üz yuma gelidir, tonikdir. Tonikdir nədir? Ondan sonra, nə bilim, makyaj silmək üçün süddür. Yəni belə şeylər alıram da mən gəlinimə. Başqa özünə nə lazım olur? Yoldaşı ilə gedir, alır, özü səhifələrdən sifariş edir. Məsələn, yoldaşının işinə çatdırırlar. Mən də özümdə olan məhsullardan alıram. Deməli, mənə ayın 21-i mesaj gəldi ki, sizin yəni pulunuzu köçürdük. 21-i elə mesaj gələndə 23-ü mənim artıq kartımda olur pulum. 1-2 gün sonra hesabımızda olur. Hesabımızdan da karta 1 gün, 2 gün içərisində köçürülür. 1 gün, 2 gün, 3 gün, 5 gün artıq fevral ayının bugün 13-üdür xanımlar. Pul yoxdur. 4 ayımın maaşıdır. Deməli, bizim bank deyir ki, hər gün əlaqə saxlayıram. Deyirlər, sizin hesabınıza mədaxil köçürülməyib. Mən də deyirəm, köçürülüb. Onlar da deyir, hardan köçürülübsə, onda oradan sənəd tələb edin. Onlar sənəd versinlər ki, həqiqətən sizə bu pul köçürülüb. Mən də deyirəm, yəni onlayn üzərindən biz işbirliyi yapırıq, nə bilim, onlar mənə mesaj göndərirlər də. Dedilər, onlar əsas sənəd deyil. Yəni illər ərzində mən heç belə problemlə rastlaşmamışam.
Oğlanlarım da bilirsiniz də xanımlar, mənim qətiyyən bu işimə qarşıdılar. Gördülər yox da, yəni indi mən də anayım, mənə də çox söz yerdə bilmirlər. Dedilər ki, biz sən heç bir işə qarışmayacağıq. Bacarırsan işlət, bacarmırsan işlətmə. İndi də ki, yəni heç yaxına dura bilmirəm, deyə bilmirəm ki, mənə kömək edin. Dedilər ki, özün elə. Özün bu işlərin, öz işini özün elə. Biz heç anlayışımız yoxdur sən bu işindən. Mən də deyirəm ki, mən video çəkirəm, paylaşıram da, başqa işlərlə elə də anlayışım yoxdur axı. Yəni ki, bizim bank, məsələn, kapital bankda məndə sənəd tələb edir. Məsələn, mən bilmirəm onu hara yazım, necə yazım, məsəl üçün ki, mənə sənəd verin ki, siz bu pulu göndərmişsiniz. Yəni, pul yoxdur ortada, 4 ay maaşı yoxdur ortada. Ora deyir göndərmişik, burada deyir ki, gəlməyib. Ona görə yəni istər-istəməz mən də gecə gündüz yatmıram, işləyirəm. Bəs təbii ki, bu da mənim işimdir. Xanımlar, bunlar Home Life-ın məhsullarıdır. Bu şampun göstərirəm sizə. Deməli, hələ də 2026-nın bu ilin 11-ci ayına qədər vaxtı var. Çox gözəl şampundur. Bilmirəm, 21 manatdır, yoxsa 23 manatdır. Elə bunu da verirəm Günaya. Bu ətir də Home Life-ındır. Bu da 11-ci aya qədər vaxtı var. Dedim elə bunu verim. Həmişə verirəm deməli. Web Life-ın ətirlərindən dedim eyb yox. Bundan Günay işlədib. Çox gözəl ətirdir. Belə Home Life-ın məhsullarıdır o ikisi. Digər hamısı, yəni Web Life-ın məhsullarıdır. Ətir də xanımlar 37 manat neçəsə qəpikdir. Elə yenə həmin qiymətədir. Elə o qiymətə də mən almışdım. Digər kremlər, nə bilim 5 manat neçə qəpik, 6 manat neçə qəpik, saç boyası da elə. Bu eyni formada olan Doktor Sonanın məhsulları ki var, yaxşı rayda, onlara da 40 manat. Onların da qiyməti 40. Hardasa məhsullar xanımlar 120 manat edir. Məhsulların qiyməti hardasa 120 manat edir. Ətirlə, şampunla, səhv etmirəmsə elə edir də. Belə Günay üçün şokolad konfet cavandır, xoşlayır. Dedim mən nə alım onun üçün, neynim? Yəni biraz elə yaxşı olmamışam. Biraz da ki, yəni xəstəliyimlə bağlı özümü yaxşı hiss etmirdim. Hələ tam sağalmamışam. Biraz da belə, yəni istər-istəməz də əhval-ruhiyyəm düşdü, enerjim düşdü. Çünki mən bilmirəm, bəs mən bundan sonra gələn qazanclarım da onda belə çıxır ki, belə ora deyəcək göndərmişəm, bura deyəcək gəlməyib. Bəs necə olacaq? Ona görə əhval-ruhiyyəm çox düşmüşdü. Heç özümdə değildim. Ona görə heç oğlumla Günay heç bilməzdi ki, mən durub gedərəm. Sonra dedim, yox. Problem həmişə olub, olacaq. Yəni, inanın ki, özümü çox pis hiss elədim. Orada mağazada stul verdilər, əyləşdim. Biraz soyuq tər bastı məni. Təzyiqim yenib. Dedim, taksi ilə gedim, gəlim. Tortu da dönəndən sifariş etmişdim. Heç bilmirdi, Günay ilə telefonla sifariş etmişdim. Getdim. Çünki oğlum dedi, biz gedirik şəhərə, restoranlarda da heç nə lazım deyildi. Özünü də yaxşı hiss etmirsən. Sonra dedim, yox. Getdim, xanımlar, istəməmişdim, tortu sifariş etmişim. Getdim, dedim, həm tortu götürüm, həm də dedim, belə yaxşı, belə konfetlər, şokoladlar alım. Belə. Belə gözəl xanımlar. Gücüm çatandan etdim. Yəni, əhval-ruhiyyəm olmadığı üçün, özümü yaxşı hiss etmədiyim üçün mən həmişə Günaya kiçik də olsa, balaca da olsa qızıl alıram. Çünki qızıl həmişə dəyərlidir. Böyük qızılar gücüm çatmasa da kiçik qızıllar alıram. Bu dəfə gedə bilmədim, halım da olmadım. Ona görə pul burada göstərəcəm, pul verirəm. Yəni gücüm ona çatır, onu verirəm. Çünki balaca bir üzük görmüşdük keçən dəfə evlilik dönümlərdə mən Sepalanda üzüyü görmüşdüm. Günay xoşu gəlmişdi. Balaca üzüyüydü də 200 manata yaxın idi qiymət. İstəyər onu gedib alar, istəyər paltar alar öz üçün, nəsə alar axırda. Belə gözəl xanımlar, yəni ona görə əhval-ruhiyyəm yox idi. Təmiz enerjim düşüb. Bu işdə də gərək kimsə sənə kömək edə. Məsəl üçün, mən baxıram blogerlərə, kimsə həyat yoldaşı kömək edir, kimsə qızı kömək edir, oğlu kömək edir. Yəni, mən bu həyatda hər bir işdə tək olduğum kimi, bu işdə də mən təkəm. Yəni, övladlarımdan çox razıyam, ağıllı uşaqdılar. Amma bu işdə heç mənə kömək etmirlər. Yəni, mən də əziyyət çəkirəm, gecə gündüz yatmıram, işləyirəm. 4 ayın maaşı nə deməkdir? Belə.
Bir dəfə xanımlar, ilk dəfə 5 il, 6 il bundan öncə belə bir hadisə olmuşdu, ilk dəfə. Deməli pul gəlmişdi mənə. Burada bank deyir sənə pul gəlməyib. Amma o da deyir göndərmişəm. 15 iş günü, yəni müddəti var da gözləyə bilərik. 15 iş günü gözlədik. 15 iş gündən sonra həmin pul qayıtdı mənim Google AdSense hesabıma Amerikaya. Google AdSense hesabıma qayıtdı. Yəni o pul belə deyildi, havada qalmışdı. Gəlib çatmadı mənə. Ondan sonra oğlum həmin vaxt yalvar yaxar elədi, mənə kömək elədi. Banka zəng elədi falan filan. Bank hesablarımızı orada təzədən yoxladı. Oğlum da bankdan soruşdu, yoxladılar. Orada bizdə hərf səhvi var idi. Hərf səhvi olduğu üçün o pul gəlib mənə çatmamışdı. Həmin hərf səhvini düzəldəndən sonra həmin pul gəldi mənim hesabıma. Deməli pul gəlir, havada qalır da, harasa çatmır. Geri qayıtdı, Google AdSense hesabıma qayıtdı. İndi mən neçə vaxt ümid edirdim ki, mənim Google AdSense hesabıma qayıdacaq. Yəni Google AdSense hesabıma da qayıtmadı. Artıq, yəni yanvarın 21-dən indi ayın 13-üdür. Yəni pul yoxdur ortada. Nə Google AdSense hesabıma qayıtmır, nə də burada da bankda mənə deyirlər ki, heç bir problem yoxdur. Sən nə kartında, nə hesabında hər şey normaldır da. Heç bir problemin yoxdur. Sənə gələn, yəni əgər gəlirsə, yəni mədaxil o daxil olmalıdır da sənə. Bilmirəm, nə problemdir, yəni yoxdur. 4 ayımın maaşı yoxdur ortada. Belə, indi bəzən deyirik, olan mala gəlsin, cana gəlməsin. Vallahi cana da gəlir. İnsan fikir, zikir, insan bütün əfa-ruhiyyəsi pozulur. Amma yenə də mən özümdə güc topladım. Yəni, dünə heç demədim bunlara, tort sifariş etdim telefondan. Belə də nömrələri var məndə. Belə də getdim, dedim. Konfet falan, şokolad alım, gətirim. Bu arada xanımlar, məsəl üçün, Günay xoşdur, Snickers'dir, Twix'dir, Mars'dır. Onlardan almadım. Dedim, xanımlar deyəcəklər ki, boykot məhsullardır, nə bilim nədir. Vallahi heç mən bilmirəm hansı məhsullar boykotdur. Ona görə heç onları almadım. Burada indi özünüz gördünüz də, yəni gücüm çatanları aldım. Orada ucuz olan var idi, 6 manat 50 qəpiyə. Onları Günay xoşdur, marmalatdır. Ona görə aldım. Digərlərdən də gücüm çatanda gördünüz, 14 manata var, 18 manata var, 23 manata var. Aldım. Ümumilikdə hardasa 50 manat tutdu konfetlər, plitka şokoladlar, sonra Rafaello, səhv etmirəmsə də, yəni elə hesabladım, 50 manat tutdu. Çek var, heç çekə baxmadım. Sadəcə elə belə üstünə yazılan qiymətləri hesabladım. Artıq 50 manat tutdu. Səhv etmirəmsə 120 manat da məhsulların qiyməti edir. Elədir də, hə. 40 manata yaxın ətrin qiymətidir. 21 ya 23 manat şampundur. Digər oradakı kremlərdir. Bu bir kremlərdə baxım məhsullarda 40 manat eləmişdi. Belə də xanımlar, tort da 1 kilo yarım sifariş etdim. Bilirəm ki, restorana gedəcəklər, orada da oğlum alır. Nə bilim, qeyd edirlər də. İndi biz də evdə 5 nəfərik. Kilo yarım 25 manat neçəsə qəp etmişdi. 200 manat da verdim. Dedim özünə, istəyər saxlayar. Mənimdir. Özüm yaxşı hiss edəndə gedərik. O istədiyi üzüyü alarıq. İstəməz öz üçün geyim alar, nə istəyər edər. Gücüm buna çatır, bunlar elədim. Belə. Yəni ki, ana balası üçün nə eləyərsən, mən də gəlinim üçün onu edirəm. Yəni ana belə həm təzyiqim düşüb, həm enerjim düşüb, həm əfal-ruhiyyəm pozulub da, yəni işimlə bağlı şərt bu 4 aylıq maaşın yox olması deyil. Bəs mən bundan sonra gələcək pullarım da onda belə çıxır ki, yox olacaq. Bəs mən onu necə həll edim? Həlli yolunu heç bilmirəm. Mənə heç uşaqlarım kömək etmir. Olan hamısının fikri mənim başımda. Yəni ki, mən gəlimi həqiqətən çox istədiyim üçün, o da mənim balam. Ona görə necə bala, ana balası üçün, yəni can ağrısa da hər şey edər, mən də gəlinim üçün. Nədə onun sevinməyi, sevinci mənə bəsdir. Onların arxasında bir mən varam da, kim var ki? Mən də yıxılım, qalxmayayım, onları heç nə etməyim, sevindirməyim. Necə olsun bəs? Mən üçün bir sevinci, şarı videoda görəcəksiniz də, şarı necə yuxarı bıraxır. Mən üçün bir sevinci, gəlinimin bir sevinci mənim üçün dünya bərabərdir.
Belə xanımlar, əhval-ruhiyyəm olmadığı üçün heç sizə negativ götürmək istəmirəm. Xanımlar, üzr hesab edin. Əhval-ruhiyyəm olmadığı üçün səsli də çəkmədim heç. Elə yığdım, dedim, səsimi yazaram. İnşallah ki, yüklənər, izləyərsiniz. Bu kutular xanımlar evdə varım idi. Keçən gün ayın gündə bunları almışdım. Sonra o konfet yığdığım o böyüyü evli il dönümlərində almışdım. Yəni yararlıydı, ona görə də istifadə etdim. Bu arada mən qırmızı rəngi çox sevirəm. Qırmızı rəngi sevdiyim üçün hər şey qırmızı edirəm. Deməli, evli il dönümlərində idi, bilmirəm, Günayın ad günündə idi. Bir xanım yazmışdı ki, yaxşı qaynanasız falan filan, amma belə şeylər həyat yoldaşından olmalıdır. Mən belə başa düşürəm ki, xanım elə başa düşür ki, deməli, həyat yoldaşı mən belə başa düşürəm də, etmir, mən edirəm. Əvvəla həyat yoldaşı deyirəm, şəhərə gedirlər. Şəhərdə qeyd edirlər, restorana gedirlər, qeyd edirlər. İkilikdə qeyd edirlər. Uşaqlarına da mən baxıram. Tutaq da ki, elə başa düşürsünüz ki, həyat yoldaşı etmir də, həyat yoldaşı tutaq ki, pisdir, mən edirəm. İndi bu mənim günahımdır, mən pis qaynana olum. Mən öz rolumu oynayıram. Necə deyərlər, öz rolumu oynayıram, yox, öz rolumu yerinə yetirirəm də. Mən qaynanayam, mən qaynanalığımı edirəm. Oğlum çox edir, az edir, necə edir, o onun biləcəyi işdir. Mən gedib Günaya nə ərlik edə bilmərəm, Günaya nə analıq edə bilmərəm, Günaya nə bacılıq edə bilmərəm. Günaya mən qaynanalıq edirəm. Öz statusumda, yəni qaynanayam da mən. Mənim statusum qaynanadır. Yaxşı qaynana olmaq istəyirəm, yaxşı qaynana oluram. Belə. İkinci də ki, bəyəm elə ancaq həyat yoldaşı adama hədiyyələr edər, həyat yoldaşı adama ancaq nələrsə edər, ana da edər, bacı da edər, ata da edər, qaynana da edər. Həyatda hər kəs insana hədiyyələr edər, diqqət göstərər, qayğı göstərər. Nə bilim, mən belə düşünürəm. Bəyəm pisdir ki, çox istəyirəm gəlinimə diqqət göstərəm, qayğı göstərəm, sevgi göstərəm. Bu nəyə pisdir ki? Bilməm, gəlb yenə nəyəsə yazarlar. 25 yaşı olur Günaya. Böyük qız olsun, ağıllıdır mənim gəlinim. Həmişə elə öz otağımda düzəldirəm. Sonra aparıram, deməli, salonda pufiqin üzərinə yığıram. Onlar şəhərdə olurlar həmişə. Onlar şəhərdən gələndə artıq mən hədiyyələrim, tortum. Onlar evə girəndə bunlar hazır olur. Sürpriz kimi olur da onlar elə bir. Gəlirlər, tortu kəsirik, mən videomu sonlandırırım. Deməli, keçən ildə Günayın ad gündə buna oxşar elə, deməli, tort sifariş etmişdim. Bu cür qırmızı ürəkli, düzdür, onun üzərində gül idi. Bunlar deyəsən şokoladdandır, o belə gül idi elə. Biraz başqa cür idi, indi izləmişsiniz, görmüşsünüz. Nəsə qırmızı, bu karobkalar falan qırmızıdır deyə dedim, bu da qırmızı olsun da. Belə gözəl xanımlar, 200 manat pul verdim Günaya. Da gücüm buna çatırdım. Vallahi o bəzən də yenə deyirlər, minnət üçün demir ya xanımlar, minnət kim məcbur eləyir ki, bunları edir. Kim məni məcbur edə bilər ki, sən xəstə halinlə dur, taksi ilə harasa get, hardasa gəl. Bunu ancaq mən qəlbimdə olan o sevgisi bunu məni ayağa qaldıra bilər. Sadəcə hər şeyi sizlərlə bölüşürük, deyirik. Vallahi 500 manata yaxın, belə baxanda 200 manat gözə gəlir, amma ki 500 manata yaxın getdi. Tortu var, bunun hədiyyələri var, bunun taksi ilə getməyim var, gəlməyim var, bunun şarı var. Hamısı, o rəhmət yanım demişəm, hamısı pul deyə xanımlar. Bu rəqəmlərinə qədər, bu nə bilim üzərinə qoyur, o yanırı onlara qədər, hamısı puldur. Manat yığılır, olur neçə manat. Halal xoşu, amma mən başqa cür planlayırdım etməyi, Günayın ad gününü. Amma edə bilmə, o cür alınmadı. Problemlərimdən dolayı o cür alınmadı. Şərləri da bu dəfə xanımla ürək etdim. Xanım çox dedi, belə də şişirtməyə, onda partlayar. Belə. Mən belə hazır qoydum, onlar gələndə
dedim gələndə elə burada da açıb göstərəm yenə videonun bu hissəsindən daxil olan xanımlar üçün. Elə onlar gələndə dedim tez tortu kəsərlər. Mən videomu sonlandıraram, sizlərlə paylaşaram. Xanımlar, burada məni izləyən kanal sahibləri, əgər məni izləyən kanal sahibləri varsa, əgər məlumatınız varsa bu barədə mənə lütfən yazın. Nömrələrim bütün videolarımın rəy bölməsində sabitləyirəm nömrəmi, WhatsApp nömrəmi. Mənə əgər məlumatınız varsa, düzdür mən sizlərdən çox öncə açmışam kanalı. Amma mənim o qədər də anlayışım yoxdur. Mən ancaq videomu çəkirəm, paylaşıram. İndi cavanlar, gənclər daha çox belə internetlə yəni məlumatları var. Mən elə heç siz deyən məlumatım yoxdur. Əgər yəni bir məlumatınız varsa mənə də bilgiləndirin, çox xahiş edirəm. Yəni Google AdSense-dən yanvarın 21-dən pul mənə göndərilib, amma hələ də mənim hesabıma köçməyib və zaten də 15 gün iş günü bunun müddəti var köçməyə. Köçməyib, pul da yoxdur ortada. Hər birinizi öpürəm gözəl xanımlar. Allah amanında qalın, Allah əmanət olun. Elə gəldilər bayırdan da çöldən tələsik də özləri keçib özlərini göstərmək istəmədilər. Belə elə yandırdıq. Nənəsi Qıbram Məlik də pülüyür. Belə gözəl xanımlar, öpürəm, Allah amanında qalın, Allah əmanət olun. Allah Taala hər zaman bütün ailələrdə əmin-amançılıq etsin, bütün ailələrə gözəl gəlinlər qismət etsin, gözəl xanımlarımızın, qızlarımızın qarşısında gözəl qaynanlar qismət etsin, çıxarsın. Yəni hər kəsi özünə uyğun insanlarla Allah Taala qarşılaşdırsın. Öpürəm, hələlik gözəl xanımlar.